Əziz qadınlar, əgər son 1 ildir özünüzə mən əvvəl belə deyildim deyirsinizsə, sözləri tapmaq çətinləşibsə, adları unudursunuzsa, diqqətiniz tez dağılırsa, daha tez əsəbləşirsinizsə, bu neyroendokrin dəyişiklik mərhələsi ola bilər. Premenopauza və menopauza dövrlərində estrogen hormonu azalır. Estrogen hormonu beyində qoruyuculuğu var və neyronlar arası əlaqəni gücləndirir, yaddaş proseslərini dəstəkləyir və iltihabi reaksiyanı azaldır. Əgər bu mərhələdə metabolik riskləriniz, yuxusuzluq və stres də əlavə olunarsa, koqnitiv zədələnmə baş verə bilər. Müasir beyin qoruma proqramımız qadınlarda fərdi risk analizini və qoruyucu strategiyanı əhatə edir. 40 yaşdan sonra profilaktik olaraq beyin qiymətləndirməsi bir lüks deyil, zərurətdir. Beyin sağlamlığının bərpası qadının həyat keyfiyyətini birbaşa yüksəldir. Qadın beyni qorunmağa layiqdir.